Fevralın 14'ünde Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən doğru xəbər Azərbaycana bildirilib ki, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Temperatur gecə 4-9, gündüz 15-20 dərəcə isti, atmosfer təzyiqi isə 750 mm civə sütunu olacaq. Naxçıvan ərazisində arabir axşam bəzi yerlərdə sulu qar yağacaq, temperatur 4-7 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında sabah yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir qar yağacaq. Duman gözlənilir, qərb küləyi bəzi yerlərdə güclənəcək, temperatur gecə 0-5, gündüz 13-18 dərəcə, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti olacaq.